Onlayn dərsim vardı. Tələbəm gecikdiyi üçün dərsə fürsətdən istifadə edib sizə bir dənə kiçik video çəkirəm. Açkinin, yəni gözlüyün hissələrini bu günləri sizə izah edəcəm. Açkinin təbii ki şüşəsi vardı. Azərbaycanda bunların çoxunu bilmirəm nə deməkdir. Açkinin şüşəsi vardı. Şüşəyə deyirik le verre. Le verre. Sonra şüşənin ətrafında olan bu hissəyə, yəni şüşəni saxlayan hissəyə biz deyirik la monture. Monture, le verre. Ondan sonra açkinin bu iki şüşəsini bir-birinə bağlayan bu orta hissə var, bura. Buna deyirik le pont. Körpü. Körpü də Azərbaycanda körpü kimi tərcümə edilir. Sonra açkinin bu hissəsində burnumuzun üstünə düşən yer var, bax bura. Görün necə göstərim. Aha, bu iki dənə yer var, burnumuzun üstünə düşür də bura. Buna deyirik le plaquette. Plaquette. İki dənə olur da. Une plaquette, une plaquette. Başqa nə qaldı? Hödəfsiyon. Yox, açkinin bu hissəsi var. Qulpu vardı. Qulağımızın ardına keçən hissəsinə. Bura deyirik la branche. Branche şey kimi də. Branche Azərbaycan nəyə tərcümə edirik? Budaq. Prosto bu budaq deyil də. Bu şey branchedir sadəcə. Branche. Bir də bu hissəsi var. Bu açkinin burasında bu açılıb bükülən hissəsi var. Buna ya deyirik gond, ya da deyirik charnière. Bura. Bu charnière sözü qapılarda da eyni şeydir. Bu qapının da olur arasında açılıb örtülməsini tənzimləyən hissəyə də deyirik charnière. Həfsyo. Açkinin hissələrini bugün öyrəndik. Deməli, le verre, la monture, le pont, les plaquettes, les branches et la charnière. Oldu, sağ olun, özünüzə yaxşı baxın. Hələlik.